Salam, hörmətli tamaşaçılar. Haqqı Sarı verilişinin səyyar kamerası Borçalımızın qədim kəndlərindən biri olan dinimizin qanunlarına riayət edən, həmişə onu öz səviyyəsində icra edən Sarvan kəndinin İmamlı adına məscidinin böyük salonunda qurulubdur. Elə bu münasibətlə biz bu müqəddəs ocaqdan sizi salamlayırıq. Hamımıza məlumdur ki, Müslüman dünyasının bütün müqəddəs ocaqlarında bugün bir neçə vaxtdır ki, Fatma-i Zəhra günləri dalbadal keçirilir və biz də bu münasibətlə onu keçirmək üçün İmamlı məscidinə üz tutmuşuq. Bu ilerleyen dəqiqələrdə biz Fatma-i Zəhranın həyatı, gördüyü işlər, şəhadəti haqqında sizə dəqiq məlumat verəcəyik. Elə bu münasibətlə də biz Yuxarı Saral kənd məscidinin axundu Seyid Mirəva Mustafazadəni studiyamıza dəvət eləmişik. Hamımızın adımızdan Mirəva müəllimə xoş gəldiniz. Buyurun Mirəva müəllim. Bismillahirrahmanirrahim. Hoş gördük sizi hörmətli tamaşaçılar. Sizinlə gözəl payız günlərində, Fatime-i Zəhranın günlərində, Əyyam-ı Fatimiyyə günlərində təkrar görüşürük. Və bugün sizin üçün gözəl, maraqlı söhbətlər etməyə hazır olacağıq. Müəllim, bildiyiniz kimi, xanım Fatime-i Zəhranın şəhadəti çox böyük bir məsələdir. Rəvayətlərdə var ki, Həzrət Əli əleyhissalam 2 dəfə məsciddən öz evinə qaça-qaça gəlibdi. Birinci dəfə Həzrət Abbas əleyhissalamın mövlud xəbərini eşidəndə gəlib, ikinci dəfə xanım Fatime-i Zəhranın şəhadət günü gəlibdi. Deyir, Əli əleyhissalam gəldi, daxil oldu Zəhranın otağına, gördü döşəməyə sərilibdi, ağrının şiddətindən qıvrılırdı. Əmmaməsini başından götürdü, əbasını çıxartdı və dizi üstə yerə çöktü. Zəhranın başını dizi üstə alıb səsləndi. Ya Zəhra, cavab gəlmədi. Səsləndi, ay Peyğəmbərin qızı, cavab gəlmədi. Buyurdu, Zəhracan, mən indiyənə qədər heç kimə yalvarmamışam. Amma sənə yalvarıram. Danış mənimlə, danışdır məni. Mənim yeganə ümidim sənsən. Bilirsən səni çağıran kimdir? Səni çağıran Əmin oğlu Əli ibn Əbi Talibdir. Əlinin adını eşidəndə Zəhra gözlərini açdı və Əli əleyhissalama nəzər saldı. Ağladı. Xanım ağladı. Əli əleyhissalam da ağladı. Buyurdu ki, Əlican, ayrılıq vaxtı gəlib çatdı. Mən bu dünyadan köçürəm. Uşaqlarımı sənə, səni də Allaha tapşırıram. Ağlamalı günlərin gəlib çatdı Əlican. Ağla mənə, ağla yetimləri. Bütün yetimləri ağla. Amma Hüseynimi təkcə ağla. Kərbəlada süssüz şəhid olanımı təkcə ağla. Ağlaya bilmirdi Əli əleyhissalam. Ağlayan kimi uşaqlar ətrafına cəm oldu. Gözləyirdi ki, uşaqlar yatsın, sonra ağlasın. Son anda Əli əleyhissalam Zəhranı dinlədi. Dedi, Zəhracan, qəm eyləmə. Hələlik bizim qarşıda çox gözlərimiz var, çox günlərimiz var. Və bu sözlərlə xanım Əli əleyhissalamla vidalaşdı. Salam əri. Bunların hamısı gözəl. Buraya qədər yaxşı gözəl izah elədiniz. Çox sağ olun. Amma bir şey var. Yəqin ki, Fatime-i Zəhra dünyadan keçərkən, bu dünyadan vidalaşarkən Əli əleyhissalama vəsiyyətləri olub. Ona sözləri olubdu, ona tapşırığı olubdu. Bir xahişi olubdu.
Xahiş edib bu haqda fikrinizi deyəsiniz. Bəli. Son anda xanım Fatimə Zəhra Əli Əleyhisselama vəsiyyət elədi. Buyurdu Əlican, sənə deyirəsi sözlərim var. Söz ver ki, ona əməl edəcəksən. Vəsiyyəti nə oldu? Buyurur ki, məni özün qüsl edərsən, özün kəfənləyərsən, qəbrimi özün qazıb gecə ilə dəfn eləyərsən, qəbrimin yeri gizlin qalsın, mənim haqqımı qəsb eləyənlər, haqqımı tapdalayanlar mənim dəfnimdə iştirak eləməsinlər. Bu vəsiyyət bunlar oldu. Əli Əleyhisselam bu vəsiyyətlərə əməl elədi. Zəhranı özü qüsl elədi, özü kəfənlədi. Apardılar deyir, 2 dünya xanımı Fatimə Zəhranı qüsl verməyə. Əsma su tökürdü, xidmətçisi idi. Əli Əleyhisselam köynəyin altından qüsl edirdi. Həsən və Hüseyin isə su daşıyırdı. Tarixdə olmayıb elə bir dəhşətli hal, elə bir müsibət ki, 5-6 yaşında uşaq su daşıyan, atası onların gözü qarşısında anasına qüsl eləsin. Deyir, Əli Əleyhisselam qüsl verən zaman bir an əlini saxladı, başını divara söküb ağladı. Əsma soruşdu, ya Əli, niyə belə elədim? Dedi, Əsmacan, əlim dəydi Zəhranın sınmış qabırğalarına. Nələr çəkilmiş, ay Əsma. Bunu indiyənə qədər bizdən gizli saxlayıb. Elə ki, qüsl tamam oldu, gətirdilər, qoydular ortaya. Əli Əleyhisselam buyurdu ki, Zeynəb, Gülsüm, Həsən, Hüseyin, gəlin ananızla vidalaşın. Cəm oldu evlatlar. İmam Həsən buyurdu ki, anacan, bizi yalqız qoyub gedirsən, bizim salamımızı babamıza çatdı və bildir ki, biz səndən sonra yetim qaldıq. Yetimlərin yüzü çox söyü olur. Heç kəs onun yüzündən öpmək istəmir. İmam Hüseyin gəldi. Cənazənin ayaq tərəfindən bağlarını açıb Zəhranın ayaqlarından öpdü. Əli Əleyhisselam soruşdu ki, oğlum, nədən belə elədin? Dedi, atacan, mən cəddim Peyğəmbərdən eşitmişəm ki, Kərbəlada şəhid olanda anam Zəhra mənim yanıma gələcəkdi. Ayaqlarımdan öpdüm ki, Kərbəlanın bunları onun ayaqları incitməsin. Buyurdu Zeynəb, qızım, sən də bir müsibətdir Zəhranın müsibətindən. Dedi, baba, icazə verirsən? Dedi, bəli. Dedi, hər qız bir yadigar saxlayır anasından. Mən də yadigar saxlamışam. İcazə versən onu deyərdim. Dedi, buyur. Buyurdu, bağladım başıma 5 yaşında matəm qarasını. Bağlaya bilmədim əfsus nənəmin mismar yarasını. Bağlaya bilsəydin yarasını, qanı axmaz idi. Qanı axmasaydı nənəm ölməz idi. Bu da Zeynəbin vidalaşması oldu. Əli Əleyhisselamla Fatimə Zəhranın evlilik müddəti çox qısa oldu və ancaq onların yaşayışı, bir-birinə olan məhəbbəti bugünkü gənclərimiz üçün də bir örnək olurdu. Onların arasında olan bu məhəbbəti şairlərdən biri nəzmə çəkib. Deyir ki, bu Əli kimdir ki, aləm hamı onun divanəsidir. Bu nə cür sandı ki, ancaq Fatimə pərvanəsidir. Bax, bu idi onların məhəbbəti, bu idi onların sevgisi. Biz zamanında Zəhranı qoruya bilmədik, dəfində iştirak edə bilmədik. Amma bugün Əyyam-ı Fatimə günlərində minlərlə möminlər xanıma əza məclisi saxlayırlar. Demək, çox gözəl, çox yaxşı, geniş şəkildə konkret olaraq sizlərə cavab verdim. Çox sağ olun. Amma bir şey deyim sizə ki, bugünlərdə mən bir verilişə baxdım. Orada göstərirdi ki, Fatimə Zəhra 15 əsr bundan əvvəl 10 nəfər müsəlman qadın ilə bərabər Uhud müharibəsində Peyğəmbərlə bərabər iştirak edib, döyüşübdür, vuruşubdur. Əlbəttə orada bəlkə də silah götürməyib, amma bir rəvayət danışırlar ki,
Peygamber aleyhisselam salavatullah senesinden yararlanıp ancak Fatime-i Zehra kızıl gül leçelerini yandırıp ve onun külünle onun yarasına merhem koydu. Bundan aydın olur ki 15 asır bundan evvel Müslüman kadınları cihat adıyla düşmana karşı olan muharebelerde şahsen iştirak ediyorlar. Buradan böyle bir şey de çıkır. Ben kenara çıkmak isteyen bir şey. Demek Meryem Ana ile Fatime-i Zehra'nın dünyada, tarihte, hayatta, insanlar arasında, yaklaşımda tuttuğu fark nedir? Bununla onun farkını bize izah etsin. Bəli, o müqəddəs qadınlar ki var, Asiyədir, Məryəm anadır, Zəhradır. Bunların adı çəkilir müqəddəs qadınlar kimi. Fərqi odur ki, Məryəm ana bir oğlu İsanı qurban verdi din yolunda. Amma xanım Fatime Zəhra 11 evladından keçdi. Evet. Peyğəmbər buyurub ki, Məryəm bu dünyanın xanımlarının xanımıdır. Amma qızım Zəhra isə iki dünya xanımlarının xanımıdır. Bu baxmışca fərqi o dünya var. Zəhranın Fatimənin məqamı Tanrı dərgahında çox böyükdür. Peyğəmbər buyurur ki, Allah Teala məni meyvəcə aparanda buyurdu ki, ya Məhəmməd, sən olmasaydın Əlini yaratmazdım. Əli olmasaydı Fatiməni yaratmazdım. Fatimə olmasaydı heç birimizi yaratmazdım. Bax, Fatimənin məqamı bu idi. Ancaq belə bir möhtəbər xanımın bugün qəbri gizlin qalıbdı. Niyə gizlin qalıbdı? Tarixdə, dilimizdə elə məsələlər var ki, alimlərimiz onun üstündən səthi keçiblər. Çox dərinliyə baş vura bilməyiblər. Peyğəmbərimizdən, imamlarımızdan deyilməyib deyə bunlar da onu aça bilmirlər. Ancaq belə bir xanımın qəbrinin gizlin qalması da açıq-aşkar faktdır. Sır olmaz. Bəli. Bu haqda bir neçə nəzəriyyə var. Bir neçə nəzəriyyə, yəni bir neçə baxış var. Alimlər fikri söyləyiblər. Qəti olaraq deyə bilmirlər ki, Mədinədə hardasa Zəhranın qəbri var, bu məkandadır. Amma onları haqqında fikir söyləyə biliblər. Mən indi bu qəbrin gizlin olması haqqında və Əyyam-ı Fatimiyyənin niyə 20 gün davam eləməsini tamaşaçılara çatdırmaq istəyirəm. Biz rəvayətdə var ki, Fatime Zəhra Peyğəmbərdən 75 gün sonra dünyadan köçür. İkinci bir rəvayət var ki, Fatime Zəhra Peyğəmbərdən 95 gün sonra dünyadan köçübdür. Bu 95 ilə 75-in fərqi 20 gün eləyir. Ona görə də Əyyam-ı Fatimiyyə 20 gün davam elə bilər. Bax, onun 20 gün davam eləməsinin səbəbi budur. Qədrin ilk gün düşməsi isə, gizli qalması isə, birinci şərt odur ki, xanım Fatime Zəhra özü vəsiyyət elədi. Özü istədi ki, onun qəbri gizli qalsın. Gecə ilə dəfn olunsun və onun dəfnində iştirak etməsinlər, onun haqqını qəsb elədiklərinə görə. Cəmi 7-8 adam onun dəfnində iştirak eləyibdir. Bu bir baxışdır. İkinci baxış odur ki, xanım o Mədinə xanlığından güclü keçdi dünyada. Onlardan narazı getdi. Niyə köçdü getdi? Bu, xanım Fatime Zəhra ilə Kərbala vaqiəsində olan müsibət təxminən eynidir, ona oxşadırlar. Kərbalada İmam Hüseynin ətrafını qəddar bir hakimiyyətin qoşunu mühasirəyə aldı. 30 min qoşun. Və elan edədilər ki, hər kim Hüseynə kömək edirsə, öldürüləcək, başı kəsiləcək. Elə də elədilər. İmam Hüseyin buyurdu ki, bir nəfər adam yoxdurmu bizə kömək eləsin? Onun səsinə səs vermədi. Dedi ki, ona görə siz kömək eləmirsiniz ki, siz bu hakimiyyətdən qorxursunuz və harın tikə giymişsiniz. Ondan buna görə siz mənə kömək eləyə bilmirsiniz. Ancaq Mədinədə bu yox idi. Mədinəyə boşu çəkən olmamışdı. Güc təsir eləyən olmamışdı. Sadəcə olaraq Allah Taala o Mədinə xalqından Əhl-Beytin məhəbbətini qəlbindən çıxartmışdı. Fatime Zəhranın məhəbbəti onların qəlbində yox idi. Ona görə Fatimənin fəryadını eşitmədilər.
naləsinə səs vermədilər. Və alimlərdən, şairlərdən biri buyurur ki, ey Fədəc bağının qana boyanmış lalələri, əsər etməzmi sizə Fatimənin fəryadı, nalələri? O xalqa Fatimənin nə fəryadı, nə naləsi təsir eləmədi. Bax, bir səbəb də buydu. Üçüncü bir baxış da var ki, Fatimə-i Zəhranın şəhadətini Qədr gecəsinə oxşadıblar. Biz Ramazan ayında oruç tuturuq, Qədr gecələrini keçiririk. Amma Qədr gecəsinin tam mənası ilə nə olduğunu, onun fəlsəfəsini biz aça bilməmişik. Bax, bu sirr olaraq qalır, çünki Allaha aid olan sirrlərdən biridir. Xanım Fatimə Zəhranın şəhadəti də gizli qalır, sirr olaraq qalıbdır. Əli əleyhissalam ona qarşı üsyan eləyə bilərdi. Onun dəfnində adam təşkil edə bilərdi. Amma eləmədi. Niyə? Bu ilahi sirlərdən biridir. Ona görə Fatimə Zəhranın məzar daşı yoxdur. Onun qəbri bu günə qədər gizli qalır. Bir şey de soruşum sizden. Demek biz bayaq dedik ki Fatime-i Zehra 10 nefer kadınla ilk dünya kadınları içerisinde kişilerle beraber cihada kalkıp vətən uğrunda döyüşe gelipti. Orada iştirak edipti. Hem de İmam Hüseyin'in anasıdır, İmam Hasan'ın anasıdır, Cenab-ı Zeynep'in anasıdır, Ali Aleyhisselam'ın hayat yoldaşıdır. Bəli. Ve bu kadar dünyada en sevimli, en kerametli, kıymetli seviyesi olan bir hanımdır. Böyle olan halda biz onun hakkında yəqin şairlərimiz güzel şiirlər deyib, qəsidələr yazıbdı. Bəlkə tamaşaçılar Bəli. oradan birini Çox gözəl buyurdunuz müəllim. Xanım Fatimə Zəhra Peyğəmbərin yadigarıdır. Bəli. Onun ciyərparəsidir. Deyir, Fatimə uşaq idi, əlindən tutub gedirdi Peyğəmbər, bir dəstə adam yığılmışdı. Salam elədi, dedi, bilirsiniz bu qız kimdir? Bu mənim qəlbimin bir parəsidir. Peyğəmbərin qızı olasan, Həzrət Əli kimin, imamın həyat yoldaşı olasan, İmam Həsən, İmam Hüseyin, bəyət edib 11 imamın anası olasan, qəbri içkin düşüb bu öz yerində. Amma şairlər buna söz deməsə, Tabii ya. deyiblər. İcazə versəydin ilə Zəhranın müsibətinə aid bir qəsidəni mən həm açıqlayardım, həm də deyərdim. Bu Kərbəla müsibətindən sonra bütün işlər xanım Zeynəblə İmam Səccadın üzərinə düşdü. Deyir ki, əsrlər karvanı Kərbəladan Şama əsir gedəndə çırpaq dəvələrə süvar olmuşdu. İmam Hüseynin xıta qızları, xanımları. Gecə qaranlıqda dəvələrin birindən bir quz uşağı düşüb qalır yerdə. Heç kimi xəbəri olmur. Karvan gedir. Bir qədər keçəndən sonra qız huşa gəlir, ayılır. Baxır, görür ki, qaranlıq gecədir. Karvan gedibdir. Kimsə bunun köməyinə çatmayacaq. Onda ağlayır və üzünü Şam şəhərinə tutur. Deyir, bir Zeynəb, hardasan? Məni niyə bu qaranlıq gecədə yalqız qoyub getdi? Mən sənin qardaşın qızıyam. Heç olmasa Mədinədən Kərbalaya qədər yol yoldaşı olmuşuq. Cavab gəlmədi. Üzü tutub Mədinə səmtinə. Çağırdı, qardaş Əlican, hardasan? Bacım olub sürülər əsiri. Cavab gəlmədi. Deyir, bu sözləri eşidəndə xanım Fatimə Zəhra behişdə qala bilmədi. Gəldi bu səhraya qaranlıq gecədə, Rüqəyyənin başını aldı dizi üstə, saçlarına sığal çəkdi. Qız gözünü açdı, gördü bir nəfər xanımdır, bunun saçlarına sığal çəkir. Dedi, qızım, kimsən? Niyə bu hala düşürsən? Kim sənin üzülü yanı, göyərmiş yeri görülmüşdür? Dedi, xanım, biz Peyğəmbər ailəsiyiz. Bizi əsir aparırlar. Babamın başını kəsib nizəyə vurdular. Bu qaranlıq gecədə tək-tənha qalmışam. Bəs sən kimsən? Sən niyə ağlayırsan? Sənin kimin ölübdür? Deyir, bu sözləri eşidəndə buyurdu ki, mənə Zəhra deyərlər, əzizim. Nənən Zəhrayam, gəldim sana köməkmi yeməyəm.
pasibanlıq eləyəm. Bu hədisi bir şair nəzmə çəkibdir. Şair təxəyyülünün məhsuludur. Amma həqiqətdən də kənar deyil. Buyur. İran şairi yazır ki, gəlmişəm xan qafili qəm sorağında, açdım gözümü bu gecənin qəmli çağında, gördüm özümü bir xanım övraq qucağında. Saçları ağdı, məcəri qara, üzü nini, dəymişdi bu ikarəyə dərmən kimi sildi. Əlin qoymuşdu böyrünün üstə, əşqini ələrdi. Hər ləhzədə oğul vay deyib, ağlardı, mələrdi. Odur nəfəsindən atamın ətri gələrdi. Bir oxşama dedi, tanıdım tuti dilindən. Bildim ki, gələn nənəm Zəhradır, öpdüm əlindən. Bir kəs nənəm gəlib bu gecədə dadıma getdi. Zəncirin səsini duyub bilməm o da hara getdi. Zəncirin səsini duyub bilməm o da hara getdi. Ələ lənətullahi aləhu məzzalimin. Fatimənin müsibətləri çox böyük müsibətdir. Ona görə ki, məqamı böyük olan insanların müsibəti də böyükdür. Bəli. Biz də Zamanında qoruya bilmədik. Bax, bu Əyyam-ı Fatimiyyə günlərində istəyirdim ki, xanım Zəhranı dəvət edən bu keçirilən məclislərə görsün ki, minlərlə möminə xanımlar onun əza məclisini saxlayıb onu yad edirlər. Bəli. Buyur. Biz də bu müqəddəs ocaqda birinci bir xanım Zəhranın tədbirlərində iştirak eləmişik. Allah qəbul eləsin deyək. Rəbb-i Zəhmət üçün də sizə təşəkkür edirik. Allah razı olsun. Tamaşaçıların üzərinə çatdırırıq ki, belə bir xanımın haqqında olan rəvayətləri, sözləri, söhbətləri, şeirləri, kəlamları bir verilişdə çatdıra bilmərik əlbəttə. Nə elədiksə Tanrı bunu qəbul eləsin. Bəli, bilirsən mənim bir kəlmə də əlavə edeyim. Buyur. Biz Kərbəla müsibətini İmam Hüseyndən bağlanışıq. Deyirik ki, Kərbəla qəhrəmanıdır. Buyur. Amma Həzrəti Zeynəb, Həzrəti Fatimə də bu müsibətləri yaşayır. Çindədir də. Heç də onların əziyyəti onlardan əsir olmuyordu. İmam Zeynələbdin Əleyhisselamdan soruşdular ki, ağa, Aşuradan sonra sizin müsibətiniz, çətin günləriniz harda oldu? Dedi, Aşurada ölən öldü. Qalanlar isə əsir getdi. Əsirli həyatı çox çətin. Bax, çətin günlərin Üzülmən onlar idi. buyur. Elə ona görə də bu məclisin sonunda üzümünü tamaşaçılara tutub deyirəm. Sizə təşəkkür edirəm və orada Minnətlər. bax dəyərək bizim verilişə baxdıqları üçün Allahdan xoş gün, xoş güzəran arzu edirəm. İnşallah gələn görüşlərə qədər